Oyun dünyasında RAM şoku. Yeni nesil konsollar xəyal olur. Dünyada operativ yaddaş qiymətləri süni intellekt boomuna görə inanılmaz dərəcədə artıb. Bu vəziyyət yeni nəsil konsolların istehsalını həm çətinləşdirir, həm də xeyli bahalaşdırır. İstehsalçılar yeni cihazların təqdimatını 2028-ci ilə qədər təxirə salmağı ciddi şəkildə planlaşdırırlar. Hazırda bazarda olan PlayStation 5 modellərinin qiyməti 850-950 manat arasında dəyişir. Lakin yaddaş böhranı davam edərsə, hətta bir neçə illik konsolların qiymətinin 1100 manatı keçəcəyi proqnozlaşdırılır. Köhnə texnologiyanın ucuzlaşdığı dövrlər artıq rəsmən tarixin yaddaşına köçüb. Süni intellekt çipləri yeməyə davam etdikcə bizim oyun keyfimiz arxa plana keçir. Əgər yeni nəsil konsol çıxsa belə, onun start qiymətinin 1600 manatdan çox olacağı geymerləri qorxudur. Görünən odur ki, növbəti bir neçə il ərzində ən yaxşı dostumuz elə əlimizdəki köhnə pultlar olacaq.